Şevdalık'ta 2 dənə ağır yaralı var. Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza Bakı Ələt Qazax avtomobil yolunda rayonun Qarabörk kənd ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə hərəkətdə olan yük avtomobili ilə mini avtomobil toqquşub. Toqquşmadan sonra nəqliyyat vasitəsindən biri yol kənarında dayanan 2 piyadanı vurub. Qəza nəticəsində biri piyada olmaqla 2 nəfər həyatını itirib. Daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Elə biz bura çatanda oldu hadisə. Gördük ki, Şevdalık'ta 2 dənə ağır yaralı var. Piyadalar da vurulan maşından piyadalar biri ağır yaralıdır, biri də rəhmətə getmişdi yerindəcə. Elə gəldik, köməklik göstərdik, bir ambulansdan xəstəxanaya ağır yaralı apardılar. 2 ağır yaralı da Şevdalık maşındadır. Mən elə bu yolu gəlirdim, hadisə Şevdalık'ta gəldi, Ateko vurdu. Vurandan sonra elə 2 nəfər də yerdə piyada idi. Piyadalar maşın vurdu. Biri rəhmətə getdi, bir də ağır yaralı kimi götürdülər, apardılar ambulansdan xəstəxanaya.